Böyüklər və uşaqlar üçün vacib olan vitaminlərdən biri də D3 vitaminidir. Qidadan və ya sadəcə günəşdə olmaqla ehtiyacımız olduğu D vitaminini almaq demək olar ki, mümkün deyil. Bununla belə onun hər birimizin həyatındakı rolunu dəyişdirmək çətindir. D vitamini sümüklərin normal artmasını və inkişafını təmin edir. Əzələ tonusunu artırır, immuniteti yüksəldir. Qalxanvari vəzin normal fəaliyyəti və qanın normal laxtalanması üçün lazımlıdır. Orqanizmdə sinirləri əhatə edən qoruyucu qabıqların bərpasına kömək edir. Arterial təzyiqin və ürək döyüntüsünün tənzimlənməsində iştirak edir. O cümlədən böyüklərdə və uşaqlarda allergik xəstəliklərin qarşısının alınmasında böyük rol oynayır. Həmçinin həyatımızın davamlılığı və keyfiyyətindən asılı olan insan xromosomları üçün qoruyucu qapaqlar kişi və qadın sonsuzluğunun korreksiya sxemində iştirak edir.